Zeydə baxa bilərik adı ilə. Biləm o izləyici baxacaq bura. Sizə çox pis əsəbləşmişdim orada. Zeydə baxa bilərik dedilər. Mən də dedim ki, əlbəttə baxa bilərsiniz. Gedin baxın. Sən gedəsən, Zeydə baxmaq adı ilə Zeydin şəklini çəkəsən. Mən hələ onda Zeydi paylaşmamışam da. Siz əziyyət çəkmişəm, uşağın üzünü bugünə kimi gizlətmişəm. Təbii ki, insanlar ilk paylaşan kim olsa gedib ona baxacaqlar da. Və başqası paylaşsa avtomatik olaraq marağı ölmüş olacaq. Bizim səhifədə nə qədər də paylaşsa başqa yerdə görmüş olacaqlar da. Əziyyətini niyə mən çəkirəm, dadını başqası çıxardır, baş düşmədim. Nəysə, uşağın şəklini çəkib dərhal uzaqlaşasan oradan. Məryəm yolda tutub uşaqla anasını ki, bəs paylaşmaq olmaz, zəhmət olmaz, ümumiyyətlə çəkmək olmaz da uşağın üzünü. Zəhmət olmasa silə bilərsiniz. Götürüb siliblər, çöp kutusuna atıblar. Məryəm deyib ki, çöp kutusunda qalır. Qayıdıb uşağımın üstünə bozarıblar ki, paylaşası deyilik ki, onsuz da. Yəni, uşaqdır da o, onunla niyə elə danışırlar? Nəysə, uzun sözün qısası uşağın şəklinə aparıblar. Mən də acığa götürdüm elə, əslində sabahsı gün paylaşacaqdım. Həmin gündə videoda demişdim ki, sabah hər an videonu, Zeydin üzünü paylaşa bilərəm. Prosta mən istəyirdim ki, geçək geyindirim onu, bəziyim, düzüyüm, gətirim, çıxardım sizin qarşınıza böyle tanışdıq videosu kimi. Məcbur nətər gəldi, Bas Məmmədin festivalın ortasında uşağın üzünü çəkdim, videonun axırında paylaşmalı oldum. Düzdür, yenə də maraq çəkdi, hamı baxdı, amma mən istəyirdim izləyicilərimdir də mənim ailəm daha kimidir. cool bir şey olsun. Hə, daha belə sevimli, daha duygusal bir şey olsun. Ne tarz mən tələm-tələsində, o izləyici çox xətrimə dəydi. Yəni, həqiqətən çox küsmüşdüm o şeydi. Belə hikkə ilə də qayıdıb uşağa deyib ki, paylaşası deyilik. Şey eləyib, üzünü çöndərib çıxıb gedib, o biraz xətrimizə dəymişdi həmin günü.